Bugün İstanbulda baş tutacaq Rusiya-Ukrayna danışıqlarından ciddi nəticə hasil olacağı gözlənilmir. Nə Ukrayna, nə də Rusiya rəhbərliyi müharibəni dayandırmaqda maraqlı görünmür. İstanbul danışıqları meydandakı reallıqlardan daha çox Trumpın ötən 4 ayda izlədiyi diplomatiyanın məhsuludur. Bəllidir ki, hər iki tərəf Trumpı yola vermək üçün masaya əyləşir. Trumpın Rusiyaya qarşı izlədiyi yumşaq diplomatiya Putini 3 il sonra ilk dəfə birbaşa danışıqlara razı salsa da, Rusiyanın Ukrayna strategiyasında ciddi dəyişiklik etməsi üçün kifayət deyil. Aydındır ki, Putin realist bir siyasətçidir və addımlarını güc faktoruna görə müəyyən edir. Trump isə hələ ki Rusiyaya qarşı diş göstərməyib. Trumpın ən ciddi təhdidi neft qiymətlərinin ucuzlaşmasıdır ki, hazırki qiymətlər də Putini dayanmağa məcbur edəcək səviyyədə deyil. Digər tərəfdən ötən 4 ayda Trump və komandası çox da etibarlı bir reputasiya qazanmayıb. Trumpın eniş çıxışları, ani manevrləri, tələskənliyi onunla masaya oturaraq uzun müddətli və köklü razılaşmalar əldə etməyin effektivliyi barədə şübhələr yaradır. Məncə, bir çox liderlər Trumpa və öndəri olduğu MAQA hərəkatına müvəqqəti xarakterli bir dövr kimi baxırlar. Fikrimcə, Trump ilə Netanyahu arasında son anlaşılmazlıq da bundan qaynaqlanır. Rusiya kimi İsrail rəhbərliyi də uzun müddətli strategiyanı Trumpın dəyişkən istəklərinə görə tənzimləmək istəmir. Yəqin ki, Putin Ukrayna strategiyasını, hərbi imkanlar, maliyyə resursları, daxili vəziyyət, ABŞ-ın mövqeyi və Çin ilə münasibətlərin nəzərə alındığı mürəkkəb kombinasiya əsasında müəyyənləşdirir. Amma daha vacib olan bir məqam da var. İddialara görə Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Ukraynaya hücum edilməsinin səbəbini soruşan bir Rus oliqarxına bu cavabı verib. Putinin Kremldə 3 məsləhətçisi var: İvan Grozny, Böyük Pyotr və Böyük Yekaterina. Şübhə etmirəm ki, Putin Ukraynadakı hərbi kampaniyasını Rus tarixində xüsusilə xatırlanacaq bir nəticə ilə yekunlaşdırmaq istəyir. Amma hələ ki Ukraynada Böyük Putini tarixə həkk edəcək bir mənzərə yaranmayıb.